Yüksək qiymətlər, bəzəkli vitrinlər və parıldayan loqolar. Amma bu parıltının arxasında vətəndaşların, ən əsası isə körpələrin sağlamlığına açıq-aşkar təhlükə gizlənir. Ölkənin tanınmış şirniyyat şəbəkələrindən olan Azada növbəti istehlakçı rüsvayçılığı yaşanıb. Hadisə Azanın Azadlıq prospektində yerləşən filialında baş verib. Mağazadan yoğurt alan ana evdə məhsulu açarkən dəhşətə gəlib. Üzərində son istifadə tarixi 22 iyul göstərilən, yəni vaxtının bitməsinə hələ 3 gün qalan yoğurt tamamilə qıcqırıb və içindən kəskin üfunətli qoxu gəlib. Görünən odur ki, şirkət məhsullarına saxlama şəraitinə və soyuducu sisteminə tamamilə laqeyd yanaşır. Xarab məhsulu mağazaya geri qaytaran istehlakçı burada daha böyük bir soyuqqanlılıqla qarşılanıb. Alıcıdan üzr istəmək əvəzinə mağaza əməkdaşları araşdırıb məlumat verəcəyik deyərək canlarını qurtarmağa çalışıblar. Haqlı olaraq üsyan edən ana soruşur: nəyi araşdırırsınız? Satdığınız məhsul xarabdır. Bunu mənim uşağım bilmədən içsəydi, onun zəhərlənmə məsuliyyətini kim daşıyacaqdı? Məsələ ilə bağlı Azza şirniyyat evinə sorğu ünvanlansa da hələ ki heç bir cavab yoxdur. Müştəriyə xarab məhsul satanlar görünür səssiz qalmağa üstünlük verirlər. Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Agentliyini hərəkətə keçməyə çağırırıq. İnsanların, xüsusən də uşaqların həyatı ilə oynamaq bu qədər asan olmamalıdır. Qeyd edək ki, video görüntü sosial şəbəkələrdə 19 iyulda paylaşılıb. Köhnə məhsullar satır. Deməli, bu dəqiqə Azadan çıxmışam. Azadlıq prospektində baxın, yerləşən filialdır. 22-si tarixlə deməli bitəcək iyulun 22-si yoğurtu ayın 19-u tarixində bizə satıblar. Uşaqlar açıb, Allah istədi ki, məni çağırdılar. Yoğurt qıcqırıb, inana bilmərsiniz, yəni yoğurtdan necə üfunət hissi gəlir. Bərbad. Yəni bunu mənim uşağım içsə nə olacaqdı? Gəlmişəm bura, qaytarıram, üzr istəmək əvəzinə. Mənlə burada zakon talqavat eləyirlər. Ay biz kameradan baxmalıyıq. Saata kompüterdə girdilər ki 17:31-də bu alınıb buradan. Yox biz yenidən kamera yoxlamalıyıq. Bu da bizə pay alınıb gətirib. Deyirəm mən başa düşə bilmirəm. Bu Azanın məhsuludur. Deyirlər bəli. Deyirəm siz üzr istəmək əvəzinə 1 saatda məni burada saxlatmısınız. Yox biz baxacağıq, siz əlaqə nömrəsi verin. Dedim söhbət ondan getmir. Yəni mən pula görə gəlmişəm burada. Mən öz hüquqlarımı müdafiə edirəm. Niyə insanlara köhnə məhsullar satırsınız? Bu da Azanın satdığı məhsullar. Baxın yoğurtun, baxın. Qıcqırmağına baxın yoğurtun. Yəni bunu da çəkim qoyum ki görün. Bu yoğurtu insanlara satırlar.